Mən Qəndaf Əkbərli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Əlilliyi uşaqlıqdan qazanmışam və buna görə də mən təhsili evdə almışam. Məktəbi bitirəndən demək olar ki, 10-15 il sonra universitetə qəbul olmuşam. Hal-hazırda Xəzər televiziyasında prodüser vəzifəsində çalışıram. Eyni zamanda Dansability İnklüziv Rəqs şirkətində rəqqas və müəllim kimi də fəaliyyət göstərirəm. Sosial həyata başlamağım mən özümə Facebook səhifəsi açdıqdan sonra oldu. Mən əslində ətrafımda dostlarım yox idi. Mən Facebook səhifəsini tapandan sonra orada 50 olan təşkilatları tapdım, onların səhifələrini tapdım. Mən Paralimpiya Komitəsinə müraciət elədim. 4 dənə idman növü ilə məşğul oldum. 5 dəfə paraşutla tullanmışam 4000 metrlik məsafədən. 2 dəfə marafon birincisi olmuşam. 21 kilometr yolu gedərək hamıdan birinci tez çatmışam. Üzgüçlük, əl arabasında qılınc oynatma idman növləri ilə məşğul olmuşam və idman, əl arabasında idman rəqsi. Dansability müasir rəqsindən əlavə də əl arabasında idman rəqsindən də məşğul olmuşam. 50 olan şəxslərə demək istəyərdim ki, özüm də bir çətin həyat tərzi keçmiş 50 olan şəxs olaraq bizə əlilliyimiz mane olmamalıdır. Ona görə də bütün maneələri aşaraq bir addım ataq, dinindən, cinsindən, irqindən asılı olmayaraq bütün insanlar üçün bərabər hüquqların, bərabər imkanların yaradılmasını istəyirik. Çünki hamımızın içimizdə bir potensialımız vardır. Biz bunu kəşf etməliyik. Həm özümüz üçün, həm də cəmiyyət üçün faydalı olmalıyıq.